Herkese salam, əziz şagirdlər və abituriyentlər. Bugün sizinlə birlikdə Xurşudbanu Natəvan əsərinin ikinci hissəsini çəkirəm. Birinci hissə, yəni ilk 4 şəkil artıq kanala yerləşdirilib. Qeyd edim ki, bu abituriyentlər üçün olan izahdır və MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün Artinin verdiyi, yəni Xurşudbanu Natəvan əsərinin tam versiyası kanalımızda var. O da yerləşdirilib. Baxa bilərsiniz. Hər birinizə uğurlar. Xurşudbanının malikanəsi 5-ci şəkil belə başlayır. Yəni hadisələr Xurşudbanının malikanəsində başlayır. Hələ səhnə qaranlıq ikən Xurşudbanının şəninə alqışlar eşidilir. Sağ olsun Banu bəy. Şairəyə uzun ömür. Və bu vaxt şairlər onun ətrafında Xurşudbanu ilə içəri girirlər. Nəvvab deyir ki, demişdik ki, Nəvvab müsbət xarakterli bir obrazdır, şairdir. Banu bəyim, gür meşələrin, sərt qayaların arasından çəkdirib bu uca qalaya çıxartdığınız o bulaq gələcək nəsillərə sizdən unudulmaz bir yadigardır. Deməli, artıq Xurşudbanu Natəvan bura bulaq çəkdirir. Və bulağın mühəndisi kim idi? Əbdülrəhim Talıbzadə. Səslər sağ olsun Xurşudbanu deyir. Xurşudbanu Mirzə Ruhullaha deyir ki, Mirzə, tapşırın xəbər versinlər ki, bulağın açılışı münasibəti ilə sabah bütün şəhər əhli mənim qonağımdır. Deməli, sabah bütün şəhər əhlini qonaq eləyəcək və bu axşam siyahı üzrə bütün kasıblara şirniyyat, düyü və yağ paylansın. Və biz bunu həmçinin kasıblara ərzaq yardımını biz həmçinin Yusuf Sərracı da, Adanmış Şəvakibdə Yusuf Sərracın da işlərinin içərisində görürük. Bu axşam isə siyahı üzrə bütün kasıblara şirniyyat, düyü və yağ paylansın. Nəvvab bir sağ olun Banu bəyim. Sizi bir daha təbrik edirik. Gedirlər, şairəyə dincəlmək lazımdır. Hamı çıxır. Şairənin üzü fikirli, tutqunu bir ifadə alır. Knyaz Xəsər hələ gəzməkdən qayıtmayıb, bəyimdən soruşur. Bəyim deyir, xeyr. Mən bir şey keçən dəfə də qeyd eləmişdim. Ümumiyyətlə, Knyaz Xəsər hər zaman Xurşudbanının yanında olan bir obraz deyil. Müəyyən dərəcədə bura gələndən sonra o sıxılmağa başlayır. Deməli, bəyim də deyir ki, Xurşudbanu deyir, Knyaz darıxır. Bəyim deyir ki, cənab Knyazın özü adamlara qaynayıb qarışmır. Baxın, görürsünüz, qaynayıb qarışmır adamlara. Xurşudbanu da deyir, Knyaz qəribədir. Məndən ötürü elini, vətənini atıb gəlib. Bəyim tələsib gedir. Knyaz Xəsər daxil olur. Yəni, burada düşünür ki, Xurşudbanu, Knyaz qəribədir. Yəni, mənə görə vətənini atıb gəlib. Amma bəyim isə düşünür ki, Knyaz özü adamlara qaynayıb qarışmır. Hətta burada sizdə verilməyib. Bəyim sonra qeyd edir ki, Xurşudbanuya o da digər ağalar kimi halal zəhməti ilə qazananlara yuxarıdan aşağı baxır deyir. Xurşudbanu, Knyaz gəlir, Xurşudbanu deyir, axı, Xasay, nə üçün sən bugün bizim şənlikdə iştirak eləməmişsən, çıxıb getmirsən? Deməli, bəyim Xurşudbanu bu cürə iş görür, amma Xasay onun yanında olmur, çıxıb gedir. Bircə görsəydin ki, bulağın açılışına qala əhli necə sevinir, elə bil ki, bayram idi. Xasay gizli dağınlıqla deyir ki, bir özünüz düşünün, Banu bəyim, arvad o cür işlər görür, cəmaat əl çalıb onu alqışlayır, ər isə kənarda dayanıb gözünü döyür, yəni özünə sıxışdırmır bunu bir növ. Xurşudbanu da xətrinə dəyir. Deyir, mən hər bir yaxşı işimdə səni öz yanımda hiss edirəm, Knyaz. Elə bil ki, biz bir adamıq. Knyaz Xəsay pərt halda gülümsüyür və deyir ki, biz bir-birimizi nə qədər sevsək də, ər ərdir, arvad da arvad. Xurşudbanının pərtliyini hiss edir və deyir ki, mən sizi başa düşürəm, Banu bəyim. Sizin xalqınızı da qiymətləndirirəm. Deməli, deyir ki, mən sizin xalqınızı qiymətləndirirəm. Lakin onu da etiraf edirəm ki, elə bil bu məni öz gözümdən salır. Mən öz-özümə əvara sərgərdan bir adam kimi görünürəm. İnanın ki, bunun səbəbini soruşsanız, izah eləyə bilmərəm. Ancaq elə bil ki, siz mənə məzəmmətlə baxıb soruşursunuz. Heç öz xalqından xəbərim var. Baxın, bunu bir qədər yenə də izah eləmək istəyirəm. Əslində, keçən videoda biraz danışmışdıq, amma bu haqda danışmaq istəyirəm. Knyaz Xəsay da Dağıstanlıdır. Onlar da Rusun tərkibi altındadılar. Onun da əhalisi var. O da əhalisinə kömək eləməlidir. Çünki o da Xurşudbanu kimi yüksək mövqeyə malik bir insandır. Amma o öz vətənini atıb, gəlib Xurşudbanının yanında Şuşa qalasında məskən salır. Amma bununla Xurşudbanının əməllərini görəndə sanki Knyaz Xəsər özü də bir qədər tərəddüd içində qalır ki, yəni Xurşudbanu qadın ola-ola öz milləti üçün, Şuşa əhalisi üçün nələr edir. Amma hal-hazırda Dağıstanlıların da ona ehtiyacı var. Hətta babası da gələndə deyir ki, sən deyir, oxuyub qaydanda Dağıstanlılar deyir, neçə gün bayram elədilər ki, onların da belə əqilli, oxumuş adamları yetişib. Və deməli, imperatorun yanında hörməti var. Yəni, onlar sevinirdilər, onlar səli özünə dayaq bilirdilər. Amma Knyaz Xəsər bütün xalqı, millətini atıb gəlib burada Şuşa qalasında məskunlaşır. Və o Knyaz Xəsər qaydandan sonra bir dəfə Xurşudbanının yanına gəlir, Xurşudbanu Seyid Hüseyndən ailə quranda və orada ona deyir ki, mən də deyir sənin yanına, yəni buradan qaydandan sonra Dağıstana, yəni buradan gedəcək o. Və Dağıstana qaydandan sonra o da başlayır Xurşudbanu kimi xeyir işlər görməyə. O da təhsil üçün oxumağa adamlar göndərir.
göstərir. Yəni Xurşudbanda bir növ ibrət götürüb, o da öz xalqının yaxşılığı üçün başlayır sonra çalışmağa. Burada deyir ki, siz elə bilirəm ki, siz yəni qadın ola bu qədər işlər görürsünüz, amma mən deyir avara sərgərdan bir adam kimi burada oturmuşam. Ona görə deyir özüm öz gözümdən düşürəm. Xurşudbanu pərişan olur, deyir ki, mən deməyə söz tapmıram Xasay. Knyaz Xasay deyir ki, nə olursa olsun, mən ancaq sizin məhəbbətiniz haqqında düşünürəm. Yəni başqa şey düşünmək istəmirəm. Knyaz Xasay ancaq Xurşudbanının sevgisini düşünür və heç bir şey demir. Və bundan sonra deyir, əgər indiyə qədər, baxın mən deyir, indiyə qədər öz vətənimin, xalqımın taleyinə biganə olmuşamsa, günahkar özüməmdir. Xurşudbanının qoluna girir, keçirlər otağa. Bəyim gəlir, fikirli-fikirli onların arxasınca baxır. 6-cı şəkil başlayır. Xurşudbanının malikanəsi işıq yananda Knyaz Xasay daxil olur. Hiss olunur ki, o nə isə dalğındır. Əsəbi hərəkətlərlə zəngi götürüb səsləndirir və Daşdəmir gəlir. Daşdəmir deyir, ağa, Dağıstandan qonaqlar gəlib. Knyaz Xasay deyir, de buyursunlar. Daşdəmir çıxır, sonra qoca Knyaz daxil olur. Knyaz Xasay cəld onun qabağına yürərək böyük hörmətlə, baxın, bu Knyaz Xasayın əmisidir, hansı ki onu oxutdurub. Biz əmisi tərəfindən oxudulan obraz kimi, başqa kimi deyə bilərik. Həmçinin Müsyo Jordanda biz əmisi tərəfindən oxudulan obraz Xatəmxan ağa oxutdurur Şahbazı. Burada da Knyaz Xasayı oxutdurub əmisi. Deyir ki, xoş gördük əmi. Təşrif buyurduğunuzu bilsəydim, qabağınıza gələrdim. Qoca Knyaz kresloda əyləşir və deyir ki, yolda bizə dedilər ki, xan qızı Xurşudbanu mil düzünə səyahətə çıxıb. Deməli, o gələndə Xurşudbanu burada yoxdur. Mil düzünə səyahətə gedib, çünki oralara ağ çəkdirir. Bəli, əmi, Xurşudbanu Arazdan mil düzünə ağ çəkdirmək istəyir. Baxın, bayaq bulağı çəkdirdi. Bulağı çəkdirdi. İndi də arx çəkdirmək istəyir. Deməli, deyir ki, mən böyük el arxı çəkirəm. Qoca Knyaz deyir, aha, bu çox maraqlıdır, kinayə eləyir. Çünki onun bura gəlməyinə, yurdunu atıb bura gəlməyinə Qoca Knyaz çox qəzəblidir. Və sən niyə xanımı müşahidə eləməmsən? Mən getmək istəmədim, əmi. Qorxmadınmı bu xan qızının keyfinə toxunar? Siz çox qəzəblisiniz, əmi. Qoca Knyaz yaşına uyuşmayan bir ötkəmliklə deyir ki, bir arvaddan ötəri vətənini, ata-baba yurdunu atan oğula qarşı mən nə cür olmalıyam deyir. Mən 10 il səni baxın Petrogradda, harda oxuyub Knyaz Xasay? Petrogradda. Bunun üçün mü oxutdum? Yəni mən səni 10 il oxutdum Petrogradda ki, sən öz vətənini atıb gedəsən. Baxın, sən oradan qaydanda Dağıstanlılar Allaha dua eləyirdilər ki, onların da elmli, əqilli adamları yetişir. Onlar sənə ümid bağlayırdılar. Canişinin idarəsində sənin kimi adamları olduğuna görə sevinirdilər. Onlar səninlə fəxr edirdilər. Yəni Dağıstanlılar ona ümid bağlayıblar. Amma o çıxıb gəlib Şuşa qalasına. Knyaz Xasay deyir ki, əmi, Xurşudbanu Allahın buyurub, Peyğəmbərin xəbər verdiyi qanunla mənim halal zövcəmdir. Yəni onun haqqında danışmayaq da. Knyaz Xasay deyir, mən 90 yaşlı qoca 4 gün at sürüb Dağıstandan bura gəlmişəm ki, xan qızı barədə səninlə söz güləşdirəm və biraz susurlar. Bundan sonra deyir ki, özün bilirsən ki, məndən sonra bizim neçə yüz il tarixi olan müqəddəs yurdumuzda bir başı papaqlı sən qalırsan. Deməli, əmisindən sonra böyük əslində Knyaz Xasay olmalıdır. Sən də böyük əcdadımızın çırağını söndürüb düşmənlərimizi sevindirmə. Yəni Knyaz Xasay orada olmasa artıq belə deyək də nəsil yəni başçı olmayacaq orada, nəslin davamçısı olmayacaq. Deyirsən, əcdadlarımızın çırağını söndürmə, düşmənləri sevindirmə. İgid babalarımızın ruhundan utan. Dağıstanlılar da igid mərd xalqdır. Deyir, qayıt vətəninə. Sonra gedir, mən gedirəm, deyir, namaza. Özüm də səhərə qədər sənin qərarını gözləyirəm. Səhər qaydasıyam Dağıstana. Qalxıb gedir. Yəni, deyir, səhərə qədər sənin cavabı gözləyəcəm. Knyaz Xasay əsəbi halda var gəl edir. Xurşudbanu şən əhvalla daxil olur. Salam əzizim, Knyazdan görüşür. Mil düzünü gəzdiyimi eşidib şahsevən, afşar cəmaatı tökülüb gəlmişdilər. Şahsevən, afşar cəmaatı tökülüb gəliblər. Mənim Arazdan mil düzünə ağ çəkdirmək istədiyimi bilib o qədər sevinirdilər ki, əllərindən güclə qurtarmışam. Axı yarı canım qalmışdı sənin yanında. Deyir, Dağıstandan qonaqlarımız gəlib. Knyaz Xasay deyir, bəli, əmim gəlib, Banu bəyim. Əmim istəyir ki, qayıdım Dağıstana, həmişəlik. Xurşudbanu bək sarsılır, ağır pauza. Bəs sən nə düşünürsən, Xasay? Knyaz Xasay deyir ki, əmmin yaşı 90-ı keçib. Ondan sonra ata-babamızın yurdunda tək mən qalıram. Əgər mən də oranı həmişəlik tərk eləyib xaraba qoysam, düşmənlər sevinəcək, dostlarsa mənə nankor, yaramaz bir oğul kimi lənət yağdıracaqlar. Xurşudbanu bütün cəsarətini toplayaraq deyir ki, Knyaz, mən sənin öz həmvətənlərinin lənətinə məruz qalmaqla dözmərəm. Yəni, həmvətənlərin sənə lənət oxuyacaqlar, sən yurdu başsız qoysan və Xurşudbanu deyir ki, mən buna dözə bilmərəm. Knyaz Xasay
deyir, bilirəm ki, siz dünyanın ən alicənab qadınısınız. Gedək Dağıstana. Banu bəyim, indiyə qədər Qarabağda yaşamışıq. Qoy bundan sonra ömrümüz də, bundan sonraki ömrümüz Dağıstanda keçsin. Deməli, Knyaz Xasay ona Dağıstana getməyi təklif edir. Onların 2 övladları var idi. Deməli, o təklif edir ki, gedək Dağıstana. Xurşudbanu deyir, yox Xasay, öl desəm ölərəm, amma bu faciəli vətənimi atıb getmərəm. Görürsüz, Xurşudbanu vətəni üçün, xalqı üçün hər şeyi, hətta öz həyatını, ailəsini də qurban verməyə hazır bir qadın obrazı yaradıb İlyas Əfəndiyev. Deyir, mənim kəndlilərim mənə ana kimi baxırlar. Dərdini, sərini mənə açırlar. Məndən kömək umurlar deyir. Knyaz Xasay deyir ki, siz tez-tez gəlib onlara baş çəkərsiniz. Axı, sizin öz həyatınız da var Banu bəyim. Xurşudbanu heç bir cavab verməyərək qəti addımlarla Knyaz Xasaya yaxınlaşaraq boynundakı medalyonu açıb onun boynundan asaraq yaxasını düymələyir. Deyir, bu medalyonun içində bizim övladlarımızın Mehdiqulu və Xanbikənin şəkilləri qoyulub. Apar özünə. Deməli, ona bir medalyon, yəni sep kimi verir. Onun içində də övladları Mehdiqulu ilə Xanbikənin şəkilləri var. Deyir, bunu apar özünlə, Allah səni həmvətənlərinlə xoşbəxt eləsin. Knyaz Xasay həyəcanla deyir ki, ax Banu bəyim. Xurşudbanını qucaqlayır. Xurşudbanu deyir, indisə get Knyaz. Bizim birlikdə keçirdiyimiz günlərin xatirələri mənim üçün o qədər əzizdir ki, bundan sonra ömrümə 10 ömürdə calansa, yenə də məni yaşatmağa kifayət edər. Knyaz Xasay sürətlə çıxır. Xurşudbanu bütün gücünü toplayaraq mərdanəliklə ayaq üstə dayanıb onun ardınca baxır. Bununla da 6-cı şəkil yekunlaşır. 7-ci şəkillə davam edirik. Xurşudbanının malikanəsi. Xurşudbanu gəlir. Xoş gördük sizi. Həmişə xoş günün olsun Banu bəyim. Nəcəb gəlmisiniz? Arazın iki ağaclığında olan uçsuz bucaqsız mil düzünün bərəkətli torpaqları zəbani çəkib yanır. Deməli, Şahmarla möhnət gəlir və bunların gəliş səbəbi də ondan xahiş etmək istəyirlər ki, ağ çəkdirsin Arazdan mil düzünə. Deyir ki, Arazın iki ağaclığında olan uçsuz bucaqsız mil düzünün bərəkətli torpaqları zəbani çəkib yanır. Şahsevən, Afşar, Ağcabədi, Qarabulaq cəmaatı su dərdindən o torpaqları əkib becərə bilmir. Sən xeyir işlər anasısan Banu bəyim. Bəlkə Arazdan da mil düzünə bir arx çəkdirəsən və o bulaq çəkmişdi. İndi arx haqqında düşünür. Şahmarla möhnət də bu vaxt gəlir ki, sən bir arx çəkdirəsən. O da deyir ki, mən o barədə fikirləşirəm. İnşallah tezliklə işə başlarıq. Möhnətlə Şahmar gedirlər. Xurşudbanu stolda əyləşib nəyisə yazır. Mirzə Ruhullah bu vaxt daxil olur. Möhnətlə Şahmar bunu deyib gedirlər. Xurşudbanu stolda əyləşir, nəyisə yazır. Mirzə Ruhullah daxil olur. Banu bəyim, İran şahzadəsi sizinlə nəzakət görüşünə gəlir. Yaxşı Mirzə, qoy gəlsin. Bu İran şahzadəsi də həmən şahzadədir ki, bu İrandan İran padşahının, İran şahının qardaşıdır. Əvvəllər Təbriz mahalının keçmiş hakimidir, amma qardaşının yerində gözü olduğuna görə qardaşı bunu öldürmək istəyir, gözlərini çıxartdırmaq istəyib və o da Məlikürdövləni də götürüb Şimali Azərbaycana qaçıb. Yəni Cənubi Azərbaycan, yəni daha doğrusu bu Fars İranlıdır, İran şahının qardaşıdır. Məlikürdövlə yanındakı Məlikürdövlə köməkçisi isə əslən Azərbaycanlıdır. Bu da burada bu şahzadəni öldürəcəklər. Deməli, yaxşı Mirzə, qoy gəlsin. Mirzə Ruhullah çıxır. Şahzadə Mirzə Ruhullahın müşayiəti ilə daxil olur. Şahzadə deyir ki, İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı, Qarabağın gözəl şairəsi Xurşudbanu bəyimə hörmət. Xurşudbanu deyir, təşəkkür edirəm Əlahəzrət. Ancaq biz bir qədər şöhrətpərəst oluruq. Bir şey qeyd edim ki, İlyas Əfəndiyevin bu əsərində İlyas Əfəndiyev deməli Şimali Azərbaycanın, yəni Rusun tərkibindədir, amma biz çox da ona qarşı olan etirazı görmürük. Biz əsas məsələ bu əsərdə Cənubi Azərbaycanla birləşməməyə, İranda Cənubi Azərbaycanlılara tutulan zülmə olan etirazı görürük. Yəni Cənubi Azərbaycandakıların halına biz etiraz görürük daha çox. Bəyimə, onda Xurşudbanu da deyir, təşəkkür edirəm Əlahəzrət. Ancaq biz qadınlar bir qədər şöhrətpərəst oluruq. Əlahəzrətin nəzərinə çatdırmaq istəyirəm ki, mən yalnız Qarabağın yox, bütün Azərbaycanın, həm Şimali, həm də Cənubi Azərbaycanın şairəsiyəm. Özüm də bununla fəxr edirəm. Yəni bu nə deməkdir? O deyir Qarabağın şairəsi. Bu da deyir ki, mən təkcə Qarabağın yox da, bütün Azərbaycanın da demək istəyir ki, şimalda Cənub da bizimdir. O da Azərbaycandır. Mən deyir şimalın da, Cənubun da şairəsiyəm. Yəni ona öz sözünü deyir. Şahzadə də deyir, mən şadam, Xurşudbanu bəyim. Böyük İran səltənəti şeiri, sənəti qiymətləndirməyə bacarır. Xüsusən də şeir kəlamı bu qədər nəfis xanımın dilinə olur. Deyir, İran səltənəti şeirə dəyər verir. Xurşudbanu da deyir ki, görünür Əlahəzrətin özü də şeiri çox sevir. Şahzadə deyir, bəli, Xurşudbanu bəyim, Firdovsinin, Hafizin, Sədinin kəlamı ilə dil açan şəxs şeiri sənəti fars şairlərinin adını çəkir ki, mən də bəli şeir sənəti çox sevirəm. Çünki mən Firdovsi, Hafiz, Sədi kimi onların kəlamı ilə dil açmışam. Böyük fars şairlərdir bunlar, Firdovsi, Hafiz, Sədi. O da deyir ki, dünyada Xurşudbanu deyir, qəribə təzadlar var. Sənət,
nəcib hisslərin, şeir sənət nəcib hisslərin, nəcib fikirlərin tərcümanı olduğu halda, bəzən qəddar hökmdarlar da onu sevir. Yəni ona demək istəyir ki, sən qəddar hökmdarsan və çox qəribədir ki, sən şeir sənəti sevəsən. Yəni Şahzadə deyir, mən şeir sənəti sevirəm, mən Firdevsin, Hafizin, Sədinin kəlamı ilə dil açmışam. Xurşudbanu da deyir, bu çox qəribədir ki, şeir sənət nəcib hisslərin, nəcib fikirlərin tərcümanıdır ki, amma sən qəddar hökmdar ola, sən də şeiri sevəsən, bu qəribədir. Yəni ona demək istəyir ki, sən qəddarsan. Xurşudbanının sözünün üstündən keçir. Yəni başa düşür ki, ona söz atır. Ona görə es keçirdi onun üstündən belə. İran şahları həmişə şeirin, sənətin himayədarı olmuşlar. Firdevsilər, Sədilər, Hafizlər o böyük qayğı və məhəbbətdən ruh alıb. Yəni yenə də Firdevsinin, Hafizin, Sədinin adını çəkir ki, deyir İran şahları həmişə şeir sənəti himayə eləyiblər. Yəni biz qəddar deyilik də və Firdevsi kimi, Sədi kimi, Hafiz kimi şəxsiyyətlər də o böyük məhəbbətdən ruh alıb yazıblar. Yəni hökmdarların məhəbbətindən. Xurşudbanu da deyir ki, o ulduzlar qədim İran mədəniyyətindən işıq alıblar. Mədəniyyəti isə xalq yaradır. Baxın, Xurşudbanu xalqı pisləmir, xalqı yüksək dəyərləndirir. Deyir ki, o ulduzlar qədim İran mədəniyyətindən işıq alıblar. Mədəniyyəti xalq yaradır. Yəni sizin kimi qəddar hökmdarlar yox, xalq. Xurşudbanu İran xalqını dəyərləndirir, deyir, mədəniyyəti xalq yaradır, deyir. Şahzadə İrəm deyir ki, İran mədəniyyətini belə qiymətləndirdiyinizə xeyli şadam Xurşudbanu bəy. Ancaq sizin lütfən xalq adlandırdığınız qaracüruhun əksəriyyəti günahkarlardan, canilərdən ibarətdir ki, möhkəm hökmdar olmasa onların öhdəsindən gəlmək olmaz. Şahzadə deyir ki, siz deyirsiniz ki, xalqın çoxusu deyir günahkarlardır, canilərdir, güclü hökmdar olmasa xalqın öhdəsindən gəlmək olmaz. Xurşudbanu da artıq əsəbliyini saxlaya bilmir. Deyir ki, güman edirəm ki, Əlahəzrət xalq haqqında bu qədər sərt mülahizədə olmasaydı, Cənubi Azərbaycanlılarla bəlkə də başqa cürətdə edərdi. Deyir ki, yəni siz deyir insanlara qarşı bu qədər pis münasibətdəsiz, xalq haqqında bu qədər sərtsiz, ona görə də Cənubi Azərbaycanlılarla bu qədər pis rəftar edirsiniz. Yəni deyirsiniz, Cənubi Azərbaycanlılarla pis rəftar eləməyimizin səbəbi də yəni bu qədər pis fikirləşməyimizdir də insanlar haqqında. Şahzadə deyir, etiraf edirəm ki, biz Azərbaycanlıların zəkasını, cəsurluğunu lazımı qədər qiymətləndirməmişik. Axı İranın Şah İsmail kimi, Nadir Şah kimi qəvi hökmdarları Azərbaycanlı olub. Baxın, adlarını çəkir ki, Nadir Şah İran hökmdarı kimi təqdim edir ki, yəni İranın hökmdarı Şah İsmail kimi hökmdarı Azərbaycanlı olub, Nadir Şah kimi hökmdarı Azərbaycanlı olub. Biz onları yaxşı qiymətləndirməmişik. Hələ Qacarlar demirəm, axı Qacarlar da Azərbaycanlıdır. Onlar İranda hakimiyyətdə olublar, yəni demək istəyir. Xurşudbanu da deyir ki, biz öz tariximizi yaxşı bilirik, Əlahəzrət. Saata baxır ki, yəni görüş qutardı. Deyir, biz tariximizi yaxşı bilirik, yəni sayma mənə bunları. Şahzadə deyir, bizim bu görüşümüz cənabınıza qarşı, yəni sizə qarşı məndə böyük bir heyrət doğurduq da, Hafiz. Xurşudbanu o çıxır, Xurşudbanu deyir, cəllad, 200-lü qan içər. Mirzə Rullah deyir, əsəbləşməyin Banu bəyim. Bizim taleyimiz səbir, mətanət istəyir. Mənzil uzaq, yol çətindir. Xurşudbanu deyir, ax Mirzə, elə bil ki, məni dəmir məngənə arasına qoyub sıxırlar. Yəni o sıxacdır belə bir növ, sıxan. Bəzən mənə elə gəlir ki, heç bir zaman bu məngənədən xilas ola bilməyəcəyik. Mirzə Rullah da deyir ki, Azərbaycan oğullarının zəkası, cəsurluğu yaşayır. Tarix bir-iki nəslin ömründən ibarət deyil Banu bəyim. O böyük azadlığı biz görməsək də, damarlarında bizim qanımız axan gələcək nəsillər görəcək. Yəni Mirzə Rullah inanır ki, tarix bir-iki nəsildən ibarət deyil. Biz görməsək də azadlığı, damarlarımızda, yəni gələcək nəsillər mütləq azad olacaqlar. İndi bizim bu vətən torpağında üst-üstə qoyduğumuz hər kərpic düşmənə bir güllədir. Yəni biz çalışaq azadlıq üçün, bir daş da qoysaq kifayət, yəni düşmənə bir zərbədir, gələcək nəsilləri azad eləyəcək. Qısa pauza, Daşdəmir gəlir. Daşdəmirdir ki, Seyid Hüseyn, bu hansı ki onun Xurşudbanının xidmətçisi idi. Seyid Hüseyn deyir, huzurunuza gəlmək istəyir. Seyid Hüseyn daxil olub təzim edir. Deyir, əyləşin cənab Seyid Hüseyn. Banu bəyim, sizin tapşırığınız mövcubincə 5 nəfər Rusiyaya, 5 nəfər də Parisə təhsil almaq üçün göndərmişik, istedadlı gənclər. Deməli, Xurşudbanuya biz maarifçi deyə bilərik. Deyir ki, 5 nəfər Rusiyaya, 5 nəfər də Parisə gənclər göndərir. Xurşudbanu deyir, bəs özləri necə baxırlar bu işə? Seyid Hüseyn deyir, çox sevindilər Banu bəyim. Bəs valideynləri bəziləri əvvəl razı olmaq istəmədilər. Amma eşitdilər ki, yəni siz oxuturacaqsınız. Bütün cavanları sizin xərcinizdə oxuyacaq. Demək, bütün xərci də Xurşudbanu özü qarşılayır. Ondan sonra da məmnuniyyətlə razılıq verdilər. Bu vaxt Hidayət xan daxil olur. Hidayət xan Seyid Hüseynə əhəmiyyət verməyərək deyir ki, salam əmzadə. Hidayət xan da Xurşudbanının əmsi oğludur. Hansı ki, xanlıqda bunlar ikisi qalıblar. O tərəfdən Hidayət xan, bu tərəfdən də Xurşudbanının atəvan. Hidayət xan Xurşudbanu kimi düşünməyən bir obrazdır. Hidayət xan öz gəlirini, öz məvacibini düşünən, öz mövqeyini, maraqlarını düşünən biridir.
Hidayət xan deyir ki, Xurşudbana deyir, xoş gəlmisən. Hidayət xan deyir, bizim Araz qırağı kəndlərimizdəki darğa, baxın bu vaxtı Seyid Hüseyn də buradadır. O çıxmadan Hidayət xan da gəlir. Deyir, Araz qırağı kəndlərimizdə darğa. Deməli, kim xəbər verib Hidayət xana? Darğa xəbər verib ki, bu gün xəbər gətirib ki, güya sən Arazdan 1000 düzünə ağ çəkdirmək istəyirsən. Özü də bu ağ bizim torpaqlardan keçəcək. Xurşudbana deyir, bəli, elədir. O da deyir, məgər sən bilmirsən ki, bizim o yerlərin cəmiyyəti hamısı köçəridir. Qışlaqda cəmi 2-3 ay olurlar. Qoyun quzularını bir ay burada otarırlar, bir ay orada. Demək onlara sən düşünən ağ lazım deyil. Xurşudbana da deyir ki, su olarsa onlar da yavaş-yavaş köçərilikdən azad olub, oturaq həyata keçərlər. Özlərinə ev eşik tikib, uşaqlarını oxudarlar. Qaraçı günündə yaşamazlar. Hidayət xan da deyir ki, xəbərdarlıq edirəm səni Banu bəyim. Mən qoymayacağam o ağ bizim torpaqlardan keçsin. Eşitdinmi? Qoymayacağam. Deməli, Hidayət xan niyə qoymur? Çünki onlar köçərlərdən vergi alırdılar. Ona görə icazə vermir ki, o ağ çəkirsin. Çünki əgər deməli, arx olsa, su olsa, onlar oturaq həyata keçərlər. Orada su olmur deyə onlar köçəri yaşayırlar. Əgər su olsa, orada oturaq həyat başlayacaq və Hidayət xanın burada gəliri azalacaq. Onlar köçəri olmasalar, Hidayət xanın gəlirinə təsir eləyəcək. Ona görə o istəmir ki, xalq oturaq həyata keçsin. İstəyir ki, elə 2 ay burada, 2 ay orada onlar köçəri həyat yaşasınlar. Xurşudbana da deyir ki, yox, qoy mən su çəkdirim, onlar oturaq həyata keçsinlər, ev eşik tiksinlər, rahat yaşasınlar. Uşaqlarını oxudurub, rahat həyata yaşasınlar, yəni qaraçı gündə yaşamasınlar. Hidayət xan da hirsli halda çıxır, deyir ki, Seyid Hüseyn ona deyir ki, siz məyus olmayın Banu bəyim. Xurşudbana da əsəbi coşqunluqla deyir ki, məyus olmaq yox, mən öz taleyimə qalib gəlmək istəyirəm. Sonra 8-ci şəkil başlayır. Xurşudbanının malikanəsi. Harada isə xanəndə Xurşudbanının şeirini tarım müşayiəti ilə oxuyur. Birdən Xurşudbanu əlləri ilə gözünü qapayıb kresloya oturur. Mirzə Ruhullah daxil olur. Deyir, Banu bəyim. Xurşudbana cavab vermir. Nə olub qızım? Heç nə. Uşaqlıqda siz həmişə mənə deyirdiniz ki, insan xoşbəxt olmaq üçün yaranır. Mən isə xoşbəxt olmadım. Ancaq mənə düşündürən bu deyil, Mirzə, uşaqlarımın taleyidir. Qorxuram Mirzə, qorxuram ki, onların da taleyi mənimki kimi olar. Deməli, Xurşudbanını düşündürən övladlarının taleyidir. Mirzə Ruhullah da deyir ki, sənin öz taleyindən şikayət eləməyə haqqın yoxdur. Yaradan sənə insan üçün, xoşbəxtlik üçün nə lazımdırsa sənə verib. Sən bizim igid qızımızsan. Əgər sən xoşbəxt olmasaydın, yəni demək istəyir ki, əgər sən xoşbəxt olmasan, xalq səni bu qədər sevməzdi. Yəni bu bir xoşbəxtlikdir ki, xalqın sevgisini qazanmısan. Qalx ayağa. İran şahzadəsinin vəziri Məliküldövlə səni təklikdə görmək istəyir. Yaxşı Mirzə, qoyun gəlsin deyir. Xurşudbanu deyir. Məliküldövlə səndələ əyləşərək gəlir, yəni deyir, iltifatınıza qarşı mütəşəkkirəm Banu bəyim həzrətləri. Bu səhər sizin təzə saldırdığınız bağda Əlahəzrət Vəliəhlə seyrə çıxmışdıq. Yəni şahzadə ilə, hansı ki bayaq şahzadə birinci özü gəlir, Xurşudbanu ilə danışır, o şairə söhbətləri olur, fars şairlərinin adlarını çəkir. İndi isə deyir ki, iltifatınıza qarşı mütəşəkkirəm. Bu səhər indi Məliküldövləni, yəni köməkçisini bir növ göndərib ki, elçiliyə getsin Xurşudbanuya. Banu bəyim həzrətləri, bu səhər deyir, sizin göndərdiyiniz təzə saldırdığınız bağda Əlahəzrət Vəliəhlə seyrə çıxmışdı. Oradakı dilruba güllər, çiçəklər mənə Təbrizdəki bağçamızı xatırlatdı. Mənə nə qulluğunuz var idi, cənab Məliküldövlə? Məliküldövlə deyir ki, Banu bəyim həzrətləri, siz ağıllı bir qadınsınız, ona görə də yəni sözü dəyişməyə ehtiyac görmürəm. Birbaşa mətləbə keçirəm. Xurşudbanu deyir, buyurun. Məliküldövlə deyir ki, İran taxtının vəliəhdi, Şahzadə həzrətləri sizinlə izdivac təmənnasındadır. Xurşudbanu deyir, cənab Məliküldövlə, siz necə ki bizim Azərbaycanlımızsınız, soruşuram. Bəs belə izdivaca siz özünüz necə baxırsınız? Məliküldövlə deyir ki, Banu bəyim, əlbəttə ki, neçə min illik tarixə malik İran səltənəti ilə qohum olmaq biz Azərbaycanlılar üçün xoşbəxtlik olar. Bilirsiniz ki, məmləkət Azərbaycan iki böyük dövlətdən birinə iltica eləməlidir. Belə böyük dövlət əlbəttə dini dilimizdən olan böyük İran səltənətidir. Yəni Məliküldövlə deyir ki, bu Azərbaycanın müstəqilliyi haqqında düşünməyən bir obrazdır, öz mənafeyini düşünən bir obrazdır. Düşünür ki, Azərbaycan mütləq iki böyük dövlətdən birinə iltica eləməlidir. Yəni müstəqilliyi haqqında, Azərbaycan müstəqilliyi haqqında ümumiyyətlə düşünmür. Deyir, ya İrana keçməliyik, ya da Rusiyaya. Bu da İran olsa yaxşıdır. Xurşudbanu da deyir, əgər İran şahları öz din qardaşlarının qədrini bilirdilərsə, nə üçün qoşun çəkib Azərbaycan əhalisinin əlsiz ayaqsızlarını qılıncdan keçirirdilər, deyir. Nə üçün sizin vəli nimətiniz, vəliəhd Cənubi Azərbaycana divan tuturdu? Nə üçün İran şahları Cənubi Azərbaycanlıların dilini, milli hüququnu əlindən alıb, onları öz içlərində əritmək istəyirlər?
Bəlkə dövlət edir Banu bəyim. Sizi inandırıram ki, İran hökmdarlarının bizi farslaşdırmaq siyasəti biz Azərbaycanlıların xoşbəxtliyidir. Xoşbəxtliyi, bəli. O zaman biz də farslarla bir hüquqda olarıq. Dövlət işlərində onlarla bərabər olarıq. Yəni Azərbaycanlıları farslaşdırmaq istəyirdilər. Deməli ki, dövlət edir ki, bu bizim üçün xoşbəxtlikdir. Əgər farslaşsaq, yəni tam farslığı qəbul etsək, onda biz də onlarla bir hüquqda olarıq. Deməli, indi hüquqlarımız bir deyil. Yəni bunlara indi orada Cənubi Azərbaycanlıların hüquqları yoxdur, hüquqları məhduddur. Və deyir ki, əgər bizi farslaşdırsalar, biz də fars olduğumuzu qəbul eləsək, onda biz onlarla bir hüquqda olarıq. Yəni biz də dövlət işlərində falan onlarla bərabər iştirak edə bilərik. Əslində özü də boynuna alır ki, indi orada Cənubi Azərbaycanlılara bərabər hüquqlu baxmırlar. Xurşudbanu da qəzəblənir, tutmayın mənim adımı, rədd olun nökər, qab dili yalayan nökər, rədd olun deyir. Bu nədir baba deyə gedir. Mirzə Ruhullah daxil olur, sən ruhi müvazinətini itirmə. Banu bəyim, vaxt gələcək, xalq özü vətən xainlərini divan tutacaq. İcazənlə sənə bəzi sözlər ərz etmək istəyirəm. Bütün iftiralara, dedikodulara son qoymaq üçün məsləhət budur ki, sən subayı qalmayasan. Xurşudbanu deyir ki, yaxşı Mirzə, mən o barədə fikirləşirəm. Çünki Xurşudbanu tək qadın idi, bu qədər işlər görürdü. Ona görə subay olduğuna görə ona iftiralar atırdılar. Knyaz Xasay olanda da elə onun gedişindən sonra da bütün əsər boyu. Ona görə Mirzə Ruhullah da deyir, bütün hətta evlilik təklifləri falan da bu formada gəlirdi. Ona görə deyir ki, bütün bu iftiralara son qoymaq üçün sən evlənməlisən. Yəni onun müəllimi olduğuna görə, böyük olduğuna görə bu sözü ona deyir. Mirzə Ruhullah da təzim edərək çıxır. Pauza. Xurşudbanu dərin psixoloji sarsıntı keçirir, zəngi səsləndirir, bəyim daxil olur. Seyid Hüseyni çağırır. Bəyim çıxır, Seyid Hüseyni çağırır. Seyid Hüseyn, mənə xəbər verdilər ki, siz hər gün bağçanın qalınlığında dayanıb mənə gizlin tamaşa edirsiniz. Nə üçündür bu maraq? Niyə dinmirsiniz? Əf buyurun Banu bəyim. Onsuz da mən gecə-gündüz cəhd edirəm ki, bu günahkar məhəbbəti ürəyimdən çıxarım. Nə üçün siz o məhəbbəti günahkar hesab edirsiniz? Mən özümü bu məhəbbətə layiq bilmirəm. Bu Seyid Hüseyn kasıb bir oğlandır, Cənubi Azərbaycandan qaçıb bir müəllimdir. Xurşudbanu ona ev verir burada, bir otaq verir, onu müəllim təyin eləyir. Ona görə də o onu sevir, amma ürəyində saxlayır. Günahkar məhəbbət deyir buna. Xurşudbanu da əslində bilir ona niyə baxır. Sadəcə onun özünü belə bir vəziyyət yaradır ki, o özü etiraf eləsin. Seyid Hüseyn də deyir, mən kimsəsiz, yoxsul bir adamam. Xurşudbanu da deyir, məyər yoxsulların sevməyə ixtiyarı yoxdur, cənab Seyid Hüseyn. Mən İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı Xurşudbanu, Allahın buyruğu, Peyğəmbərin və xəbər verdiyi qanun üzrə sizin zövcəniz olmaq istəyirəm. Siz buna razısınız. Yəni siz mənə baxırsınız, mən bilirəm yəni artıq hər şeyi və mən sizə zövcə olmaq istəyirəm. Razısınız? Xurşudbanu, Seyid Hüseyn deyir, Banu bəyim, yəni bu necə ola bilər də? O da deyir, bəsdirin. Məgər mən də öz vətənimdə kimsəsiz deyiləmmi? Məgər bizim səsimiz Qaf dağında tilsimə salınmış əfsanəvi zümrüd quşunun səsi kimi bir yana gedib çıxırmı? Yox Seyid Hüseyn, talih bizi əbəs yerə bir-birimizə rast gətirməmişdir. Biz indi əlatsız da olsaq, çərxi dövranı geriyə döndərə bilməsək də mücahidik. Qoy böyük yaradan izdivacımızı vətənimiz üçün uğurlu eləsin. Yenə də Xurşudbanu Natəvan öz izdivacında xalqı üçün çalışmağı düşünür. Əsərin orijinalında var. Xurşudbanu Natəvan Seyid Hüseynlə ailə qurur və deyir ki, mən deyir, yəni belə kasıb bir oğlanla ailə qurdum ki, yəni artıq mənim haqqımda heç nə danışmasınlar və mən xalqım üçün belə deyək də mübarizə apara bilim, xalqım üçün çalışım. İlyas Əfəndiyev tarixi mövzuda yazdığı dramlar içərisində İbrahim Xəlil xanın nəvəsi haqqında yazdığı bu əsər məşhurdur. Xurşudbanının taleyindən də danışılır, yaradıcı fəaliyyətindən, öz xalqının rifahı üçün gördüyü xeyirxah əməllərdən, azadlıq, müstəqillik arzularından söz açılır. Natəvanın şəxsi həyatı, bədii ictimai fəaliyyəti, onun Cənubi Azərbaycandakı soydaşlarımızın vəziyyətinə, ana dilimizə münasibəti xüsusi diqqət mərkəzindədir. Dramatik konflikt Xurşudbanının çar hakim dairələrinə, xalqı düşünməyən yerli ağalara qarşı apardığı mübarizə üzərində qurulub. Deməli, əsərin konflikti nə üzərində qurulub? Xurşudbanının çar hakim dairələrinə, xalqı düşünməyən yerli ağalara qarşı apardığı mübarizə üzərində qurulub. Çar hakim dairələri və xalqı düşünməyən yerli ağalar var idi burada. İlyas Əfəndiyev düşündürən mühüm məsələ xalqımızın birliyi problemi əsərdə diqqət mərkəzindədir, hansı ki parçalanmışıq ikiyə saxlanmışdır. Xurşudbanının Natəvan obrazı vətənpərvərliyi, yurduna, xalqına məhəbbəti, azadlıq, milli birlik ideallarının sədaqəti, iki imperiyanın məkirli parçalı hökm sür siyasətinin mahiyyətini aydın dərk etməsi diqqəti cəlb edir. Natəvanın fəaliyyəti timsalında əsərdə azadlıq, milli birlik, soy kökünə, xalqa bağlılıq, doğma yurda, ana dilinə məhəbbət, xeyirxahlıq, yüksək mənəvi dəyərlər kimi əks etdirilir. Baxın, soy kökünə bağlılıq, dil məsələsi, bunlar həm də harda var idi? Anamın kitabında da var idi. Milli birlik, soy kökünə bağlılıq, xalqa bağlılıq.
Amma orada azadlıq məsələsi qabardılmır, amma burada azadlıq məsələsi də var, xeyirxahlıq, mənəvi dəyərlər də var. Xalqın oyanışının, tərəqqisinin ilk növbədə təhsillə, elmlə bağlılığı xüsusilə vurğulanır. Xurşudbanu maarifçidir. O, vətənin gələcəyi üçün təhsilli gənclərin rolunu dərk edərək xalqın haqq işıqlığında mübarizə aparmağa qabil yeni nəslin yetişməsini arzuluyur. Yəni maarifçidir, çünki orada Rusiyaya da, deməli, xarici ölkələrə də oxumağa adamlar göndərir. Seyid Hüseynin nitqində də biz bunu görürük. Dramda Canişin Rusiya imperiyasının Azərbaycanda maraqlarının ifadəçisi kimi çıxış edir. Həmin o Canişin ki, Xurşudbanu ondan danışırdı. O, Rus imperiyasının Azərbaycandakı maraqlarının ifadəçisidir. O, Natəvana biganə qalmayan Knyaz Xasayı evlənməyə təhrik etməklə Çar Rusiyasına sədaqətli tərəfdaş qazanmaq kimi siyasi məqsəd güdür. Bunların hamısını izahda da qeyd eləmişəm. Natəvanın öz haqqını israrla tələb edərkən Canişinin güzəştə getməsi də məhz bu niyyətdən irəli gəlir. Yəni, ona görə güzəştə gedir ki, Azərbaycanı özünə tərəfdaş qazanmaq istəyir. Yazıcı obrazları öz səviyyələrinə uyğun dillə danışdırır. Bu müəllifin mövqeyini başa düşməyə imkan yaradır. Lirizmin güclənməsinə nail olur. Dialoqlar, dramda xarakterin qarşılaşdırılması, bir-birinə zidd hadisələrin ardıcıl təsviri dramatik konflikti gərginləşdirir. Ədib ikiyə bölünmüş vətənimizin taleyi, xalqımızın birliyi, azadlığı uğrunda mübarizəsinin davamlı olması və s. haqqındakı düşüncələrini Xurşudbanının həyatı fəaliyyəti ilə üzvü vəhdətlə əks etdirmişdir. Əsərlə bağlı ümumi qeydlər. Əsər dramatik növdə, dram janrında yazılıb. Əsərdə ilk dəfə qadın obrazı tarixi dramın baş qəhrəmanıdır. Baxın, ilk dəfə qadın obraz tarixi dramın baş qəhrəmanıdır. Digər dramatik növlə əsərlərdə olduğu kimi əsərdə ümumiyyətlə təkcədən danışa bilmərik. Hadisələr göstərmə üsulu ilə verilir dramatik növdə. Xurşudbanu əsərin baş qəhrəmanıdır, xeyriyyatçı obrazdır, maarifçi obrazdır. Böyük şəxsiyyətlərin xalqın həyatında oynayacağı müsbət rolu biz görürük. Əsərdə onun xalqı üçün gördüyü işlər, atdığı addımlara geniş yer verilir. Dramda Xurşudbanının taleyindən, yaradıcı fəaliyyətindən, öz xalqının rifahı üçün gördüyü xeyirxah əməllərdən, azadlıq, müstəqillik arzularından söz açılır. Deməli, onun yaradıcı fəaliyyəti də, xalqın rifahı üçün gördüyü xeyirxah əməllər də, azadlıq, müstəqillik arzularından da söz açılır. Natəvanın şəxsi həyatı, bədii ictimai fəaliyyəti, onun Cənubi Azərbaycanda soydaşlarımızın vəziyyətinə, ana dilimizə münasibətdə var. Onun simasında əsərdə azadlıq, milli birlik, soy kökünə bağlılıq, doğma yurda, ana dilinə məhəbbət, xeyirxah kimi yüksək mənəvi dəyərlər kimi əks etdirilir. Bunları demişik, təkrar qeyd edirəm ki, yadımızdan çıxmasın. Şuşaya su çəkilən Xurşudbanu Əbdürrəhim Talazadə vasitəsilə edir. Demişik bunları. Əsərdə Xurşudbanının qərənfil qəzəlini Bəyim səsləndirir. Dramda Canişin obrazı Rusiyanın Azərbaycandakı maraqlarının ifadəçisidir. Hamısı dediklərimiz də artıq. Deməli, Canişin Mirzə Fətəli Axundov vasitəsilə Xurşudbanu haqqında məlumat alıb. Canişin Azərbaycanın yarı bölünməsi fikrinə qarşı Xurşudbanu deyir ki, bu bizim faciəmizdir. Bu haqda danışmışıq. Knyaz Xasay xan Xurşudbanuya olan sevgisinə heç bir maraq gizlətmir. Yəni o siyasi məqsəd güdmür. Əslində həqiqətən Xurşudbanını sevir. Ancaq bu izdivac onu o qədər də xoşbəxt etmir. Natəvan xalqı üçün işlər görəndə onun qıraqdan izləyən biri kimi olması Xasay xana ciddi təsir edir. Əmisinin özüm bunları danışmışıq. Ayrılmalı olurlar, gedərkən övladlarının şəklini ona verir. Seyid Hüseyn Muradalı kimi obrazlar İran despotizmindən Xurşudbanuya pənah gətirən obrazlardır. Onlar xalaoğluydular. Muradalı deməli, həm də o İran şahzadəsinin ölümünə kömək eləyir. Seyid Hüseyn bir dəstə igidi ilə şahlıq rejiminə qarşı üsyana qalxır, fədai olmaq istəyir İranda olanda. Lakin kəndxudalardan biri bunu bilir, gedir ərbaba xəbər eləyib, ona görə də qaçmağa məcbur olur. Mirzə Ruhullah ona evlənməyi ona görə təklif eləyir ki, dedikodulara son qoysun. Onun haqqında dedikodular yayılırdı və buna son qoymaq üçün evlənməyi təklif eləyir. Əsərin 4-cü şəklində şairlər məclisi qurulur. Şair Mamayi şeiri oxuyur. Seyid Hüseyn şeiri tənqid edir. Millətə ağlamaq inilti deyil də vuruşma lazım olduğunu qeyd edir. Həqiqi azadlıqdan danışır Seyid Hüseyn. Mamayi orada şeirində deyir, vətənimdə vətənim yoxdur. Başqa nə var? Bizim əfkar amalımız deməli, məhəbbət və şəfqət olmalıdır. Bunu deyən Zahir bəy idi. Zahir bəy satqındır. Zahir bəyi satan, yəni Zahir bəy Xurşudbanuya məlumat verən axırda Mixaylov olur. Gəlir onu tanıdır. Əsl iç üzünü açır. Başqa Zahir bəy deyəndə ki, siz öz millətinizi tanımırsınız. Bunu Nəvvab deyir ona. Bunlar hamısı qeyd olunub əzbərlənsin. Var hamısı sadəcə təkrar deyirəm ki, yadınızdan çıxmasın. Belə.
Başqa bir şey qaldımı? Məliki dövlət obrazı öz vətəninin elinə üz döndərib. Bunu biz Qacarla oxşada bilərik. Deməli, əsərdə söhbət açılır Xurşudbanının taleyindən, yaradıcılıq fəaliyyətindən də danışılır. Onun qərənfil şeiri oxunur. Bir də öz bir şeirini oxuyur. Öz xalqının rifahı üçün gördüyü xeyirxah əməllərdən, azadlıq, müstəqillik arzularından. Xalqımızın milli birliyi problemi əsərin əsas diqqət mərkəzindədir. Xalqımızın milli birlik problemi əsərin əsas diqqət mərkəzindədir. Belə. Başqa bir şey qalmadı burada. Bir də qaldı bizə Dimin verdiyi əlavə hissə var ki, hansı ki 12-ci şəkildə, yəni ikinci pərdədən sonra 12-ci şəkildən sonraki hissəni Dim əlavə olaraq verib ki, o da abituriyentlər üçün qəbula düşəcək. O hissəni də biz video izahını yerləşdirəcəm. Hər birinizə uğurlar.